Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizlərə 12 ayın sultanı olan mübarək Ramazan ayında yaşayıb ona ibadət etməyə müvəffəq etdi. Bizlər üçün asanlaşdırdı. Təxminən 4 ya 5 gün bundan qabaq biz o əzəmətli, o xeyirli aydaydıq. 29 gün Allah üçün oruç tutmaq, gecələri qiyamda, təravih namazlarında keçirmək, gündüzləri Qur'an-ı Kərim oxumaq, sədəqələr vermək, dualar, zikirlər etmək, ayın sonunda fitrə zəkatı, bayram təkbirləri, nəhayətində əzəmətli ayı, böyük ibadət olan orucu bayram namazı qılmaqla bitirib tamamladıq. Ramazan ayı bitib sona çatsa da Allaha ibadət və itayət ta ki biz ölənə qədər davam edir. Uca Allah buyurur: وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm gəlib sana çatana qədər Rəbbinə ibadət et. Həqiqətən də Ramazan ayı bitib sona çatsa da Allaha ibadət və itayət davam edir, möhtərəm qardaşlar. Ona görə də xeyir əməllərimizə, yaxşı işlərə Ramazandan sonraki aylarda da davam edək. Allah Teala təkcə Ramazanın Rəbbi deyil, o Şəvvalın da Rəbbidir, o Zilqadənin də Rəbbidir, o Zilhiccənin də Rəbbidir, o ilin 12 ayının hamısının Rəbbidir. Salih sələflər deyirlər ki, ancaq Allaha Ramazanda ibadət edən bəndə nə pis bəndədir. Ancaq Ramazandan Ramazana Quran oxuyan, Ramazandan Ramazana məscidə gedib gələn, Ramazandan Ramazana oruç tutan, zəkat sadaqa verən yaxşı bəndə deyil. Allaha ən sevimli olan əməllər az olsa da davamlı olan əməllərdir. İnsan fərz olan ibadəti yerinə yetirdikdən sonra onun savabını qoruyub saxlamaq, onda olan təqsirləri, nöqsanları əvəz etmək üçün nafilə ibadətlərə, əməllərə davam etməlidir. Allah Teala bizlərə buyurur: İnnel həsənət yuzhibnəs seyyiət. Həqiqətən də yaxşı əməllər insanın günah əməllərin bağışladıb əfv edir. Rasul sallallahu aleyhi və səlləm buyurur: Fəətbi'is seyyiətəl həsənətə təmhuhə. Günah bir iş etdikdən sonra ardınca yaxşı əməl et ki, onu silib, onu bağışlatsın. Allaha ibadət və itayət davam edir, möhtərəm qardaşlar. Hafiz İbn Həcər, Allah ona rəhmət etsin, deyir ki, insanın Ramazan ayında etmiş olduğu ibadətlərin qəbul olunmasının əlaməti, əgər o insan Ramazan ayından sonra yenə də salih əməllər etməyə davam edirsə, oruca, Quran oxumağa, demək Allah Teala onun o ayda etmiş olduğu ibadətləri, əməlləri ondan qəbul edir. Çünki Allah Teala bir əməli və bir ibadəti qəbul edən zaman insana müvəffəq edir, yenə salih əməllər etməyə, yaxşı işlər görməyə. Necə deyərlər, yaxşı əməl özündən sonra yaxşı əməli çağırır. Necə ki, günahı çağırdığı kimi salih işdə özündən sonra salih əməlləri çağırır. Ona görə qardaşlarım, Ramazan ayı bitib sona çatsa da Allaha ibadət və itayət davam edir.
Allah subhanahu ve teala buyurur: Ya eyyühellezine amenu tequllaha hakka tugatihi ve la temutunne illa ve entum muslimun. Ey iman getirenler! Allah'tan ona layık olan terzde korkun ve ancak Müslüman olduğunuz halde bu dünyadan köçün. Ancak Müslüman olduğunuz halda, yani Müslümançılığı yaşayan yerde, ya namaz kılan yerde, ya oruclu içen, ya Kur'an okuyan yerde, ya zikir eleyen yerde, ya sedaka veren yerde, ya dəstəmazlı içen Allah'ın huzuruna çıxır. Bu ayəni alimler dəlil gətirirlər ki, mühüm olan sonluqdur. Senin bu hayattan necə vidalaşıb Allah'ın huzuruna geleceğindir. Çünkü Allah Teala buyurdu: Allah'a yaşayın, onun emirlerini yerine getirip qadağalarından çəkinməklə öləndə müsəlman kimi bu dünyadan köçün. Çünkü əməllər sonluqlarına görədir. Əl-ə'məlu bil-xavatim buyurur Resul sallallahu aleyhi ve sellem. Əməllər sonluqlarına görədir. Əl-ibratu bin-nihayə. İbrət də sonluqdadır. Hətta bəzi alimlər deyirlər ki, ibrət kamil başlanğıcda deyil. İbrət kamil sonluqdadır. Ola bilsin bir insan başlayanda yaxşı başlayar, amma sonu naqis olar. Eləcə də ola bilsin bir insan başlayanda naqis başlayar, amma sonu yaxşı olar. Əlbəttə ikinci hal daha yaxşı. Kamil halda ibadətləri və itaətləri eləyən zaman bu dünyadan köçmək. Allah Teala bizlərə buyurur: "Fəstəbiqul xeyrat." Xeyir işlər görməkdə bir-birinizlə yarışın. Demək, xeyir işlər görməkdə yarışmaq bizim şəriətimizdə, bizim dinimizdə yarışılası yeganə şeydir. Çünkü Allah Teala bize yarışın xeyir işlərdə buyurur. Yani dünya işlərində yarışmaq olmaz. Hündür evlər tikməkdə, bahalı maşınlarda, mesela onda bir dənə də məndə 2 dənə olsun, dünya işlərində yarışmaq düzgün deyil. Yarışmaq olar xeyir əməllərdə. Baxıb görürsən ki, o adam 5 vaxt namazı məscidə gedir, sən də çalışırsan ki 5 vaxt namazı məscidə gedəsən. O adam daima əlində Quran, daima kitab, sən də çalışırsan ki o şəkildə olasan. Və ya digər salih əməllər. Demək, yarışmaq olar xeyir işlərdə. İkinci, bu ayə bizə öyrədir ki, dayanmaq olmaz. Çünki deyir, dayanmıyor. Xeyir işlər görməyə davam edin. Allah Teala buyurur ki: "Vesari'u ila mağfiratin min rabbikum ve cennetin arduhas semavatu vel ard uiddet lil muttaqin." Çalışın Rabbiniz tərəfindən bağışlanma əldə etmək üçün. Bir də cənnət ərazisi göylərlə yer boydadır. Allah Teala o cənnəti hazırlayıb, o məğfirəti, o bağışlanmanı hazırlayıb yalnız müttəqilər üçün. Yəni Allah'tan qorxanlar üçün. Çünki Allah Teala əməlləri onlardan qəbul edir. İnnəmə yetəqabbəlullahu minəl muttəqinə. Həqiqətən də Allah əməlləri ancaq müttəqilərdən qəbul edir. Salih sələflər bu ayənin təfsirini edərkən deyirlər ki, müttəqilər o şəxslərdir ki, salih əməl etdikdən sonra yenə salih əməllərə davam edirlər. Yenə dayanmırlar. Allah Teala öz əməli salih qulları haqqında bizlərə danışarkən deyir ki: "İnnehum kanu yusari'un fil hayrati ve yed'unana ragaban ve rahaba ve kanu lana khashi'in." Onlar xeyir işlər görməkdə bir-birlərlə yarışar, qorxu və ümid ilə bizə dua edərdilər. Onlar Allah'a itaət və ibadət edən bəndələr idilər. Peyğəmbərlər və onların ətrafında olan əməli salih şəxslər. Baxın, xeyir işlər görməkdə bir-birləri yarışırlar. Bu ihsan dərəcəsidir. Dinin ən uca mərtəbəsidir. Buna baxmayaraq qorxu ilə, ümid ilə Allah'a dua edirlər ki, Allah'ım bu əməllərimizi bizdən qəbul eyle. Yəni arxain olmazlarmış ki, mən xeyir işlərdə yarışıram. Xeyir işlər görməyə davam edirəm. Amma qorxu və ümid ki, birdən Allah Teala bizdən qəbul etməz. Və kanu lana khashi'in. Yenə bizə ibadət və itaətdə qulluq edirdilər. Allah Teala buyurur: "Və yu'tun ma atav və qulubuhum veciletun ennehum ila rabbihim raciun." Onlar bizim onlara bəxş etdiyimiz ruzudan Allah yolunda xərcləyirlər. Baxın, o xərclədiklərini də onlara biz vermişik buyurur uca Allah. Amma qəlbləri qorxu içərisindədir ki, birdən bunlar bizdən qəbul olunmaz. Möminlərin anası Ayşə radiyallahu anhə sual verir: "Ya Resulallah, bu ayə içki içənlər, oğurluq edənlər haqqında nazil olub?"
Allah Resulü sallallahu aleyhi ve sellem ona deyir ki, xeyr, ey Sıddiq kişinin oğlu Sıddiq qadın. Yəni doğru danışan kişinin oğlu doğru danışan qadın. Bu ayə nazil olub namaz qılan, oruç tutan, amma qəlbi qorxu içərisindədir ki, birdən o məndən qəbul olmadı. Ona görə qardaşlar, yəni Ramazan ayının gözəl şəkildə keçirmək, gözəl şəkildə tamamlamaq, qazasız, xatasız, balasız, gündüzləri oruc, gecələri namaz, bunlar mühümdür. Amma qalan 11 ayımızda da çalışmalıyıq ki, o əməllərin savabı qorunub saxlansın. Əməllərin savabı qorunub saxlansın. Baxın, Resul sallallahu aleyhi ve sellem buyurur ki, mən sama Ramadana, kim Ramazan orucunu tutar, thumma etba'ahu bi sittin min şevvalin, sonra ardınca 6 gün Şevval ayından oruç tutar, fekeennemâ sâmed dehra kullahu. Sanki o bütün ili oruç tutar. Bakın alimler burada Şevval orucunun fəziləti, bir il ona sanki ilin hər günləri oruç tutmağın savabı, fəzilətindən danışmaqdan savayı danışır ki, Allah Teala deyir ki, mən sâme Ramadane. Kim Ramazan orucunu tutar? Ramazan orucu da İslamın 5 dayağından biridir. Yəni təsəvvür edin, 5 vaxt namazı qılandan sonra özümüzü necə etsə, işanı qılandan sonra necə rahat olduq, elə deyilmi? Gündəlik namazlarımızı yerinə yetirdik. Həccə gedib gələndən sonra, zəkat verəndən sonra özümüzü necə rahat hiss edirik, elə deyilmi? Amma həmin o dayaq əməllərdən biri Ramazan orucudur, deyir, Ramazan orucunu tutar, sonra, sonrası var hələ. Yəni dayanmaq yoxdur. Ramazan orucunu tuttun, dayanma. Ardınca Şevval ayından 6 gün oruç tutmaq. Başqa hədisdə gəlir ki, kim Ramazan orucunu tutar, sonra hər aydan 3 gün oruç tutmaq. Bayaqki hədisdə bir dənə Şevvaldan 6 gün idi. Amma o bir hədisdə hər aydan 3 gün. Yəni sən nə olsun Ramazan ayında oruç tutmusan? Yenə hər aydan oruç tutmalısan. Nə olsun sən 5 vaxt namazı qılmısan? Yenə günün digər vaxtlarında namaz qılmalısan. Nə olsun sən zəkat vermirsən? Yenə sədəqələrə davam eləməlisən. Nə olsun sən həcc İslamı eləmirsən? İmkanın var, ümrələrə davam elə. Quran oxudun, nə gözəl. Zikirlərə, dualara davam elə. Dayanmaq yoxdur, qardaşlar. Allah Teala qudsi hədisdə buyurur, əgər siz bezib dayanmasanız, mən də bezib dayanmayacağım. Nə deməkdir bu hədisin mənası, qardaşlar? Yəni siz salih işlər görməkdən usanmasaz, yorulmasaz, mən də sizə mükafat və xeyir verməkdən yorulub dayanmayacağım. Allah Subhanahu taala yorulmur. O yorulmaqdır, mürgüləməkdir, yatmaqdır, acımaqdır, naqis sifətlərin hamısından uzaqdır. Bu hədisdə bizə öyrədir ki, yəni ey bəndə, nə qədər ki sən mənə dua eləməyə, ibadət eləməyə davam eləmirsən, mən də sənə savab, xeyir, mükafat verməyə davam edəcəm. Ya ibn Adəm, innəkə mə də'avtəni və rəcavtəni, ғafərtu ləkə alə mə kənə minkə və lə ubəni. Ey insan, nə qədər ki sən mənə dua eləyib, məndən bağışlanma istəməyə davam eləyəsən, mən də səni nə eləyirsənsə elə bağışlayıb əff edəcəm. Ya ibn Adəm, ləv balağat zunubuka anənəs səmai, thumma istəğfərtəni, ғafərtu ləkə. Ey insan, sənin günahların səmaya qədər gedib çatsa, sonra qayıdıb məndən bağışlanma istəsən, mən səni bağışlayıb əff edəcəm. Görürsünüz qardaşlarım, ey insan deyir, nə qədər günah edirsənsə elə, yer, göy, hara getsən sənin günahlarındır. Amma heç bir şeyə şərik qoşmamış mənim huzuruma çıxsan, mən də sənin bütün günahları bağışlayıb əff edəcəm. Allah Subhanahu taala dayanmamağı bizə buyurur. Əgər sən mənə iməkliyə gəlsən, mən sənə yeriyə gələrəm. Sən mənə yeriyə gəlsən, mən sənə dabrıya gələrəm. Sən mənə dabrıya gəlsən, mən sənə qaça gələrəm. Yəni dayanma. Ola bilsin, qaçmaqdan yoruldun, yeriməyə keç. Yeriməkdən yoruldun, iməyə. Ancaq dayanma. Biz də dayanmasaq, Allah Subhanahu taala da bizə qarşı, qardaşlarım, öz xeyrin, öz bərəkətin, öz məğfirətin, öz rəhmətin dayandırmayacaq. İbadətlərdə əsas 3 dayaq var. İnsan ibadəti edən zaman ən birinci Allaha qarşı onun qəlbində məhəbbət olmalıdır. Sonra o ibadəti edərkən Allaha qarşı ümid olmalıdır. Allah yanında olan mükafat və xeyrlərə çatmaq üçün. Sonra qəlbində Allaha qarşı qorxu olmalıdır ki,
Allah Teala birden beni cezalandırabilir. Bütün ibadetlərdə namaz qılan zaman qəlbdə həm məhəbbət, həm ümid, həm qorxu olmalıdır. Namazı qılıram Allaha məhəbbətlə, Allahı sevərək, sevə-sevə namaz qılıram. Bununla bərabər namazın nə qədər ki savabı, mükafatı var, onları da Allahım səndən istəyirəm. Bununla bərabər qorxuram, narahatam ki, birdən Allah Teala mənim namazımı qəbul eləməz, Allah yanına cəzalana bilərəm. Bu üçü bir yerdə. Oruç tutanda Allah'a sevə-sevə, istəyərək oruç tuturam. Sonra orucun baxıb görürəm ayələrdə, hədislərdə savabı, mükafatı var, dərslərdə eşidirəm. Hər dəfə o elm aldıqca Allahım o savablar da səndən istəyirəm. Sənə sevə-sevə ibadət edirəm, əlavə mənə orucun savablarını da ver. Sonra qorxuram ki, orucumu qoruyuram. Adi dəstəmaz alanda çalışıram ki, buradan aşağı su getməsin və yaxud da oruca xələl gətirən işlərdən uzaq olam ki, orucum birdən pozular və Allah məni cəzalandırır. Bu üçü cəm olub Fatiha surəsində. Allah Teala buyurur ki, Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Bu Allaha məhəbbətdir. Sonra Ər-Rahmanir-Rahim. Allah mərhəmətli və rəhimlidir. Ümid yaranır səndə. Allah mərhəmətlidir, rəhimlidir, mehribandır, bağışlayandır. Ümid yaranır səndə. Sonra Allah Teala buyurur, Maliki yevmiddin. O din gününün sahibidir. Qiyamət günü ancaq hakim olur. Onun sözü keçsək. O haqqı hesab edəcək. Zərrə qədər xeyir iş görən mükafatını alacaq. Zərrə qədər pis iş görən cəzasını alacaq. Və bu üçündən sonra Allah Subhanahu taala nə buyurur? İyyəkə na'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək istəyirik. Demək, Allaha məhəbbətlə, Allahdan ümidlə, Allahdan qorxmaqla İyyəkə na'budu və iyyəkə nəstə'in. Allaha ibadət edib ondan köməklik istəmək. Bütün ibadətlərdə hamısında qardaşlarım əsas üç dayaq bax bunlardır. Allah Teala buyurur ki, zərrə qədər xeyir iş görən onun savabını alacaq. Bu ayəni oxuduqdan sonra insan xeyir işlərdən dayana bilərmi? Bir halda ki, zərrə qədər xardal dənəsi yaxşılığa Allah mükafat verir. İnsan dayanmır. Eləcə də zərrə qədər xeyir, şər iş görən cəzasını çəkəcək, o zaman insan günahlardan olduqca qaçır ki, nəinki böyüyünə, heç kiçiyinə düşməyim. Çünki qardaşlarım, alimlər deyirlər ki, kiçik günahların fəsadları var. Kiçik günahlar böyük günahlara qapı açır. İkidə, kiçik günahlar səndə günaha qarşı vərdiş oyadır. Vərdiş oyadır. O qədər çoxdur ki, Allah Teala kiçik günahların bağışlanması üçün çoxlu səbəblər qoyub. O kiçik günahların çox olduğuna görədir bunlar. Məsələn, dəstəmaz alırsan, o üzvlərdə olan su damcıları ilə günahlar tökülüb gedir. Məsələn, üzüyü yuyursan, üzdən tökülən su damcıları üzdəki günahları. Qolları yuyursan, qoldan tökülən su damcıları qoldakı günah. Ayağı yuyursan, ayaqdan tökülən su damcıları ayağın olan günahları yuyur aparır. Təkcə dəstəmaz da yox. Adi insan məscidə gedir, gəlir, atmış olduğu hər addıma görə Allah ona savab yazır, günahını da silir. Veya 5 vaxt namaz qılırsan, diyorum, sübhü qılırsan, zöhrə qədər arada olan günahlar bağışlanır. Zöhrü qılırsan, asra qədər arada olan günahlar bağışlanır. Asrı qılsan, məğribə qədər, məğribə qılsan, şiyə qədər arada olan günahlar bağışlanır. Yetər ki, insan böyük günahlardan çəkinsin. Görürsünüz, kiçik günah səbəb ola bilər böyük günaha. Peyğəmbər s.ə.v buyurur ki, kim cümə namazını qılarsa, o biri cüməyə qədər günahları bağışlanır. Kim Ramazan orucunu tutsa, o biri Ramazan orucuna qədər günahları bağışlanır. Kim ümrəni eləsə, o biri ümrəyə qədər olan günahları, bəlkə o biri ümrəyə bir ildən sonra gedəcəm. İl yarımdan sonra Allah Teala bağışlayır. Amma bir şərtlə ki, gərək sən böyük günahları eləməyəsən. Allah Subhanahu və Teala bizləri salih əməllərin ən fəzilətlərinə, ən yaxşılarına müvəffəq eləsin. Allah Teala bizləri Ramazandan sonra da bağışlayıb, əff eləsin. Necə ki, Ramazan ayında bağışlayırdı hər gecəsində, hər iftar vaxtında. Eləcə də bu aylarda Allah Teala bizi bağışlayıb, bizi əff eləsin. Rasul sallallahu aleyhi və səlləm hər dəfə duha namazını qılandan sonra
birdən başlayaraq 100-ə qədər deyərdi ki, Allahümməğfirli və tub aleyh, innəkə entət təvvabur rahim. Allahım məni bağışla, mənə rəhm et, sən bağışlayansan və tövbələri qəbul edərsən, rəhimlisən. Allahdan bunları istəmək. Eləcə də bizi günahların kiçiyindən də, böyüyündən də, asillərdən də qoruyub saxlasın. Çünki asilik etməkdən də pisi nədir? Sən o asiliyi eləyəndə, günah eləyəndə kimə qarşı gəlirsən? Aləmləri Rəbbi olan uca Allaha. Necə ki, məsələn, qardaşlarım, qıraqda bir günah eləyirik, onun xəcalətini çəkirik, elə deyilmi? Amma ən böyük xəcalətə nə vaxt çəkirik? O valideynlərimiz biləndə, elə deyir. O əmmimiz, babamız biləndə. Heç o günahın xəcalətindən daha betər xəcaləti onda çəkir. Bu da eləncəsinədir. Yəni sən günah elədin, onun bir xəcaləti sənə gəlir. Ancaq biləndə ki, mən bunu aləmlərin Rəbbi Allaha qarşı eləmişəm, onda nədir? Deyirsən ki, yer yarılsın, girim içinə. Qəbrimi qazım, oturum içində. Bədbəxtçilikdir. Allah kömək olsun. Bu gözəl məclisə görə Allah sizləri xeyirlərlə mükafatlandırsın. Allah da bizi həmişə müvəffəq eləsin. Bax belə xeyir işlərdə beraber olaq. Subhanək Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.